Salam dostlar, Eyvaz Hoca kanalında xoş gördük sizləri. Həndəs silsilələr 28-ci çalışma. Göründüyü kimi burada həndəs silsiləni, hansı həndəs silsilə olduğunu axtarır. Əlbəttə bunları uzun bir yolla tapmaq olar. Yəni bir neçə hədd alıb və həddləri növbə ilə bir-birinə bölməklə ardıcıl olaraq əgər eyni ədədlər alınırsa, bu həndəs silsilədir. Ancaq bunun daha qısa bir yolunu biz təqdim eləmək istəyirəm. Fikirsiz ki, həndəs silsilə bu şəkildədir. İndi bu şəklə oxşar olan bərabərliyi axtaraq, fikirsinizsə burada n 3-ün yanındadır. Burada n 3-ün üstündədir. Burada n üstəgəl var. Bu da ola bilməz. Və burada da yanında üstəgəl 1. Yəni bu şəklə, yəni bu formada olan bərabərlik ikincidir. Yəni ikinci bizdə həndəs silsilədir. C. 30-a baxaq. Hansı həndəs silsilədir? Yəni də burada 2-ni bölürəm 3-ə. 3-də 2. Bu isə 2-də 1 deyil. 11 bölək 5. 29 bölək 11 fərqlidir, deyil. 8 bölək 5. 11 bölək 8 deyil, fərqlidir. 8 bölək 1. 27 bölək 8 deyil. 24 bölək 6 4'dür. 96 bölək 6 24 4'dür. Cavab C variantı, Y variantıdır. Deməli biz hər birini sonrakini əvvəlkinə böldük və yoxladıq. Eyni olarsa həndəs silsilə oldu. Y həndəs silsilədir. 32-ci çalışmaya baxaq. 32-ci çalışmada deyir ki, B7 bərabərdir kökaltı 3 olarsa, B5 vuraq B6 vuraq B7 vuraq B8 vuraq B9 hasilini tapın. Bir dənə fikir verin. Biz əsas xassədən bilirik ki, bunların ikisinin cəminin yarısı B7-yə bərabər olduğu üçün bunların hasili B7-nin kvadratıdır. Aydındır ki, bu da B7-nin kvadratı olacaq. Və biz burada alırıq B7-nin kvadratı, vuraq B7-nin kvadratı, vuraq B7 bərabərdir. Burada olacaq B7 üstündə 4, vuraq B7. İndi yerinə B7-nin yerinə qoysaq, alacaq burada kökaltı 3-ün üstündə 4, vuraq kökaltı 3 bərabərdir. Aydındır ki, bu 4 bunun ikisini aparır, ikisi qalır. 3'də 2 vuraq kökaltı 3. 9 kökaltı 3. Cavab 9 kökaltı 3'dür. Deməli, düzgün variant C variantı olacaqdır. Sonra çalışma 35'e baxaq. 35 B1, B7 çıxaq B1 bərabərdir 18, Q bərabər 7 olarsa, ilk 6 həddin cəmini tapın. Deməli, bizə Q verilib, S6-ını tapmalıyıq. S6-ını. Sadəcə bizə B1 lazımdır. Bunun üçün nə edirəm? Burada yaza bilərdim mən. B6 bərabərdir. Üzürsəm, S6 bərabərdir. B1 vuraq. Q üstündə 6 çıxaq 1. Q çıxaq 1. İndi biz bunu vurub başlayaq, biz nə alarıq? Bunu buna vuranda eləyir B7. Vuranda eləyir B1. Q minus 1. Göründüyü ki, bizim çox da əlavə iş görməyə ehtiyacımız yoxdur. Bunu verib burada 18'dir. Q verib 7, çıxaq 1. 6. 6'nı da 18'də 6'ya böləndə eləyəcək 3. Cavab 3'dür. Yəni B variantı. 36'ya baxaq. 36'dan da son sandalye silsilənin cəmini tapın. Yenə burada Q'ni tap. B1 bilirik ki, bizdə 1'dir. Q'ni tapmaq üçün də 1 bölü kökaltı 2'ni bölürük 1'ə. O da 1 bölək kökaltı 2. S bərabərdir B1, 1 minus Q. O da bərabərdir. B1 bizdə 1'dir. 1 minus 1 bölü kökaltı 2. Yaxşı olar ki, hər tərəf kökaltı 2'yə vursaq, sürətə məxrəci, burada bunu vuranda burada kökaltı 2. Bunlar vuran kökaltı 2'nin biri xısar gedir, bərabərdir. Və sonda da biz irrasionaldan azad edək. İrrasionaldan azad etsək,
plusuna vurmalıyıq qoşmaya. Aşağı qoşmaya vuranda birisi a minus b, a plus b olacaq. Burada kök altı 2'nin kvadratı minus 1'in kvadratı bərabərdir. Bunları növbə-növbə vursaq, kök altı 2'nin kvadratı burada 2, burada üstə gəl kök altı 2 olacaq. Burada isə kök aparır 2 minus 1, 1 olacaq. Nəticədə olacaq 2 plus kök altı 2. Yəni D variantı. Növbəti misalımız 37-ci çalışma. Deməli, burada SN düsturu verilib. 3 minus 3, 1 minus n düstura verilmişdir. Həndəs hissənin ikinci həddini tapın. Həndəs hissənin ikinci həddini tapmaq üçün biz düsturu bilirik. Bilirik ki, SN düstura verildikdə A-ını tapmaq üçün A-ın SN, çağ SN minus 1 üçündən istifadə etməliyik. Deməli, ikinci hədd bərabərdir. S2 çağ S1. Belə. S2 buraya 2 qoysaq, burada görürsünüz, birbaşa şifahi eləyə bilərik biz bunu. 3, buraya isə 2 qoysaq, alacaq 3'dür, mənfi 1, yəni 3'də 1 çıxaq, açmıyor tərzdə. İndi 1 qoysaq, burada 3 çıxaq, 3'dür, 0. Belə olacaq, o da bərabərdir. 3 minus 3'də 1 çıxaq, 3 plus 1. 3 0, 1 1'dir. Bu 3'lər birbirini aparırlar. Bunlar da olacaq 3'də 2. 37 3'də 2 C variantı. 40-cı çalışmaya baxaq. Deməli, 40-da ədəd hissənin neçənci həddidir? Həndəs hissənin neçənci həddidir? Deməli, 2, 79, 229 bərabərdir. Bilirsiniz ki, burada birinci hədd bizdə 2'dir. 2 isə asan tapmaq olar. İkinci həddi birinci həddə böləndə 3'də 1 ilə 3'də 1 üstündə n-1. Biz hər tərəfi 2'ye bölsək 1, 729 bizdə 3 üstündə deməli bu 27'nin kvadratıdır. 27 3'dür. Onun da kvadratı 3'dür. 6 olacaqdır. Bərabərdir. 3'də 1 üstündə n-1. 3'ləri bərabərləşdir. 6 bərabərdir n-1. N də bərabərdir 7. Deməli, bu hədd 7-ci həddir. Cavab A variantı olacaqdır. A variantı. 42-ci çalışmaya baxaq. 42-ci çalışmada cəmi tapmaq tələb olunur. Siz burada fikir verirsəniz, görərsiniz ki, 1'i 2'ye bölən, 2'də 1'i son ikinci həddi, birinci həddi bölən 4'də 1 eləyir. 2'də 1'i 2'də 1'ə bölən, 4'də 1'i 2'də 1 bölən 2'də 1 eləyir. 8'də 1'i 4'də 1'ə 2'də 1 eləyir. Göründüyü kimi 2'nin bu həndəs hissəyə dəxli yoxdur. Ona görə də biz həndəs hissənin cəmini tapıb, sonra 2'ni əlavə edəcəyik. Deməli, həmin cəm bərabər olacaq 2 üstə gələk. Kəsir xətti. Bu son sazan həndəs hissədir. Yəni, yuxarıda olacaq 2'də 1, birinci hədd. Baxın, birinci hədd. 1 çıxaq, həndəs hissənin hissə vuruğu 2'də 1 olduğu üçün 1 çıxaq 2'də 1. O da bərabərdir. Baxın, 2 üstə gəl, 2'də 1. Burada da 2'də 1 olacaq. 2'də 1, 2'də 1'ə bölündü 1, 3. Cavab 3'dür. Y variantı. Bugün de biz yeni bir videonun axırına geldik. Gelen görüşlere kadar sağlıkla kalın.